Nur surəsi 31-ci ayə. İnşallah oxuyun. Mən ərəb dilindən sizə tərcümə etməyə çalışacağam. Ərəb dilindən ayə belə başlayır. Və qul lil mu'minat yəğzuzna əvvəli qul lil mu'minin və lil mu'minat yəğzuzna min əbsarihinnə. Allah buyurur, bu xanımlara da dilən bunu. Ya Resulallah, onlar da gözlərini iləsinlər, yumsunlar. Daha dəqiq tərcümə eləsən bu kəlməni, yəğzuzna kəlməsi baxışlarını qıssınlar, qısaltsınlar. Baxışları iləsinlər, qıssınlar, qısaltsınlar. Çox incə ifadədir. Həqiqətən Quran-ı Kərim möcüzəli bir kitabdır. Elə sözlər seçilib burada ki, nöqtə bə nöqtə. Deyir, baxışlarını qısaltsınlar. Tam gözünü bağlasınlar demir. Məsələn, bir maşın sürür, birdən bir xanım keçdi, orada tam gözünü bağlayar, nə olar? Bir qəza olar ki. Neynəsinlər? Baxışlarını qısaltsınlar. Nə mənada? Göz ki, görəndə geniş ərazini görür. Bir göz Allah bizə verib, Allahın lütflərindən verib, geniş ərazini görür. Yəğzuz nə? Yəni həmən ərazini kiçilt və kiçilt və kiçilt, yolva bax. Da harama bax. Diqqət edin. Yolva bax. Da harama bax. Yolvu görmək hətta kiçilt. Bu mənada ki, xanımı, o naməhrəm xanımı görməsən, ya xanım o cürünə baxmasın. Bu ayədir. Yəğzuzna min əbsarihinə. Biz ki, məsələn, hədislərdə tərcümə eləyən deyirik ya, gözlərinizi yumun, yəni harama baxmadan yumunda, nəinki gözü yumulu gəzək. Aydın oldu? Yəni, gözünün o baxış dairəki var, çərçivə, onu azalt, daha naməhrəmə baxma.